8-dən davam edirik. Burada mövzular çevrə və dairə, dördbucaqlı və çoxbucaqlıdır. Birinci sualdan başlayırıq. Bizə deyir ki, ABD 60-dır, BDY, BDC 15 dərəcə olarsa, AYD-ni tapın. Uşaqlar, baxın, burada daxili bucağım 60-dırsa, o zaman AD qövsüm neçə olacaq? 120 olacaq. Sonra D bucağım, daxili bucağım 15-dirsə, o zaman BC qövsüm neçə olacaq? 30 olacaq. Və buradakı bucaq nədir uşaqlar? Çevrədə, ümumiyyətlə, iki kəsişən vətərin arasında qalan bucağı tapmaq üçün kənar qövsləri cəmləyib yarıya bölürük. Yəni, alfa ilə betanı cəmləyib yarıya böləcəm. Yəni, burada bu x bucağını tapa bilməyim üçün 120 ilə 30-u cəmləyəcəm və yarıya böləcəm uşaqlar. Bu da eləyir 150-nin yarısı 75. İkinci suala keçirik uşaqlar. Mənə deyir ki, AB CD-yə bərabərdir. O zaman uşaqlar, baxın, əgər iki vətər bir-birinə bərabərdirsə, bunların arasında qalan qövslər də bərabərdir. Yəni, burada A, N, B bura 100-dürsə, deməli bu hissəyə də 100 qalacaq. Və bura x-sə, burada x olacaq. Yəni, çünki bu paralellik, əslində bax, bu paralellik əhəmiyyətli bir şeydir. Bizə çox şey bildirir. Yəni, deyir, orada qövslərdə eynilik yarandı. Deməli, indi uşaqlar, baxın, ümumi çevrəmin şeyi nədir? Bütün qövslərin cəmi neçə olmalıdır? 360. Yəni, 2x üstə gəl. 200 bərabərdir 360-a. Buradan 2x bərabərdir 160-a. X də bərabərdir 80-a. Deməli, bura 80-dir. Məndən bu daxili bucağı istəyir uşaqlar. Yəni, x bölü 2-ni istəyir. Yəni, 80 bölü 2-ni istəyir. Bu da eləyəcək 40 dərəcə Y variantı. Diagonalları 16 və 12 olan rombun perimetrini istəyir bizdən uşaqlar. Baxın, rombun diagonalları var. Bir də tərəfin bilməliyimdir perimetri tapmaq üçün. İndi D1, D2 və A. Bunlarla əlaqəli hansı düsturum var? Mən sizə deyim. D1-in kvadratı üstə gəl, D2-nin kvadratı bərabərdir 4A kvadratı. Gətirib yerinə qoyuram. 16-nın kvadratı üstə gəl, 12-nin kvadratı bərabərdir 4A kvadratı. Deməli, 256 üstə gəlsin, 144 bərabərdir 4A kvadratına. 400 bərabərdir 4A kvadratına. A kvadratı bərabərdir 100-ə. A da bərabərdir 10-a. Perimetr o zaman olacaq 4A, yəni 40. Bu birinci qayda. İkinci qayda nə edərik uşaqlar? Baxın, deyirəm ki, ikinci qayda olaraq mən nə edərəm? Rombumu çəkərəm. Diagonalların biri 16-dır, biri 12-dir. Neçə-neçədir rombular? Diagonallar kəsişmə nöqtəsində perpendikulyar olur. Yəni, bura 8 bölünəcək. Daha doğrusu, bura balaca diagonalda 6, digər də 8. Burada da görürüm, düz bucaqlı, üç bucaqlar yaranıb 4 dənə. Hər birinin o zaman uşaqlar katetləri varsa hipotenuzunu tapa bilərəmmi? 6-8 katetsə hipotenuz 10 olacaq. Yəni, bu ikinci qayda daha asan metoddur. İki metoddan da yaza bilərsiniz. Kimə hansı asandırsa. Keçirik 4-cü sual uşaqlar. Nə deyir 4-cü sualda? ABCD paraleloqramında BCM 30-dur. Sonra MKD 130-dur. Daha sonra bizə deyir ki, uşaqlar nəyi tapın? CMK-nı tapın. Yəni, bax, buranı istəyir bizdən. İndi uşaqlar, baxın, belə deyim. Bura 30-dursa, bura 130-dursa, bunun qonşu tərəfi nə olacaq? 50 olacaq da, cəmi 180 olsun deyə. İndi, bax, mən bu şəkli bu qıraqdan çəkirəm. Bu bizim BC-miz olsun. Bu bizim AD-miz olsun. Bu xəttlər. İndi, baxın, və belə bir şey çəkirəm. Bura M-dir, bura K-dır, burada S-nin. Bura 30-dur, burada 50-dir. Buradakı bucaq nəyə bərabərdir? Digər ikisinin cəminə, yəni 80-ə. Yəni, buradakı tərəf 30 üstə gəl 50 olacaq. Yəni, paralelliklə getdik bir sözlə və bu şəkildə cavabı alırıq. Keçirin və yaxud uşaqlar, bu qayda sizə çətin gəldirsə, başa düşmədinizsə, nə edərəm? Buradan belə bir dənə paralel xətt çəkərəm. BC-yə paralel xətt. İndi, belə bir düsturun qaydamız var da bizim ki, iki paralel xətt, məsələn, BC ilə, burada deyək K olsun. K paralel xəttdir. Üçüncü MC düz xətti ilə kəsişən zaman daxili çarpazlıq yaranır. Deməli, bura 30 oldu, burada 30 olur avtomatik. Və indi uşaqlar, aşağı ilə də paraleldir. Yəni, bu K xətti AD ilə də paraleldir. O zaman bu MK bura 50-dirsə, digər də çarpaz 50 olacaq. Bəli, beləcə gördük ki, bura 80-i verdi bizə. Keçirik növbəti. ABCD düzgün 5 bucaqlıdır. Və uşaqlar,
Deməli düzgün 5 bucağı da 360-ı 5-ə bölərəm 72. Xarici bucaq 72-dir, daxili də 108-dir. Və uşaqlar bir şeyi nəzərə yetirin. Bir şey nəzərə yetirin ki, mən beləsinə bir dənə də diaqonal çəksəm, burada bucaqların üçü də bir-birinə bərabər olacaq. Çünki tərəflər bərabərdir axı. Ona görə bucaqların üçü də bərabər olacaq. İndi 108-i böləcəm 3-ə. Neçə düşəcək uşaqlar? 3 dəfə 9, 1 yadda 18 də 6, 36. Deməli, hər bucağım 36-dır. Bura 36, burada 36. İndi uşaqlar, baxın, burada 36 olacaq. Çünki eyni xəttdə belə çəksəm, burada da 36, 36, 36 yaranır axı. İndi baxın uşaqlar, bəs bura neçədir? Burada 36-ın üstünə 36 gələndə neçə eləyəcək? 72. Yəni burada 108-dir. 108-in yarısı olacaq. Yəni daha doğrusu üzr istəyirəm, 108-in yarısı olmayacaq. Buradan da belə xətt çəkəndə neçə olacaq? Bura 36, bu ikisi də 36, 36, yəni 72 olacaq. Mənə isə bura lazımdır. Bura nəyə bərabərdir? Ya deyəcəksiniz ki, məsəl üçün BCF üçbucağının xarici bucağı olduğu üçün ona qonşu olmayan daxillərin cəminə bərabərdir. Yəni 36 ilə 36-ın cəmini eləyəcək x 72. Və yaxud da deyirik ki, BFA üçbucağının, baxın, indi verilənlər çəksək, bax, deməli, burada nə tapmışdıq? Bura 72-dir, bura 36-dır, x nəyə bərabərdir? 180-dən çıxırıq 72 ilə 36-nın cəmini. Bu da eləyəcək yenə 72. Və salam, yəni 2 metodla da tapa bilərsiniz. Keçirik növbəti sual uşaqlar. Nə deyir? 10 bucaqlının diaqonallarının sayını bizdən istəyir uşaqlar. Diaqonalların sayı düsturu n vurulsun, deməli n-3 bölünsün 2 düsturudur. Bu da eləyəcək uşaqlar 10 vurulsun 7 bölünsün 2, yəni 35. 6 bucaqlıdır deyir. İndi Y, B, F-ni tapın. 6 bucaqlının bir daxili bucağı nəyə bərabərdir? 120-yə bərabərdir. Bunu tapmaq üçün 360-ı bölərik 6-ya düşür 60. Xarici bucaq 60-sa daxili 120-dir. İndi uşaqlar baxın. Böyük diaqonal bucağı yarı bölür. Yəni 120 yarısı nə olur? 60-60 düşür. Daha sonra kiçik diaqonal tərəflə 90 dərəcəyə gətirir. Bura 90-dır, burada 30 qalacaq. Ümumiyyətlə bunu əzbərə yadınızda saxlayın ki, 6 bucaqlanan böyük diaqonal ilə kiçik diaqonalın ortasında qalan bucaq 30 dərəcəyə bərabərdir. Ya da belə də tapılmağını da izahını verdim. Bu şəkildə tapacağıq. Yaxud da deyəsiniz, mənim hardan bildiniz, bura 90-dır. Mən də sizə deyirəm ki, baxın uşaqlar, daxili bucaq nədir? 120. Bu tərəf bu tərəfə bərabərdirmi? Deməli, bura nə düşəcək? 30 düşəcək. İndi bura bütöv 120 olmalıdır. 30-u buradadırsa 90-ı bura qalır. 90, 60, digərdə 30 olmalıdır. Bax, 2 metodla da sizə göstərdim. Xaricə çevrə çəkilmiş ABCD 4 bucaqlısında. Öncə çəkək. ABCD. A bucağı 3x üstə gəl 20-dir. B bucağı 2x minus 10-dur. C bucağı 4x minus 50-dir. D bucağını tapın. Öncəliklə uşaqlar, ABCD xaricinə çevrə çəkilmişdir sözünü boşuna demir. Xaricinə çevrə çəkilmişdirsə, hansı figuranın xaricinə çevrə çəkmək olar? Demək ki, ya kvadratın, ya düzbucaqlı da olurmu? Aha, düzbucaqlı olar, kvadrat olar, bərabər yanlı trapeziyada olar, yəni bir neçəsində olar da. Ona görə nəyə baxacaq indi? ABCD 4 bucaqlısında ümumiyyətlə uşaqlar, biz D-ni bilmirik, sual işarəsidir. Amma bilirik ki, A ilə B bir tərəfdə yerləşirsə, bir tərəfli bucaqların cəmi 180 olmalıdır. Ya da A ilə C qarşı-qarşıyadırsa, qarşı bucaqların cəmi neçə olmalıdır? Bir-birinə bərabər olmalıdır. Yəni 3x üstə gəlsin 20 bərabərdir 4x minus 50. Burada da bunu bu tərəfə keçirəndə 4x minus 2x bərabərdir 70-ə. Yəni x 70-dir. Gətirib yerinə qoyuram. Baxın, burada B-də qoyuram yerinə. 2-ni vururam 70-ə 140, 140-dan 10 çıxıram 130. Deməli, bura 130-sa D bucağı da 130 olacaq. 9-cu, mərkəzi O nöqtəsindən çevrəyə BA toxunan çəkilmişdir və BC kəsən çəkilmişdir. Sonra A, B, C 50-dir. Bura 50-dir. Burada mərkəzdən keçirsə uşaqlar, bax, bununla bunun cəmi 90 olmalıdır. Yəni, bu qaraladığım qövsdən 50-nin cəmi 90 olmalıdır. Yəni, bura neçə olacaq o zaman? 40 olacaq. İndi
Burada bütöv 180'də axı. Bizdən zaten nə istəyir? D, S, B-ni istəyir. Buradan beləsinə bir şey çəkirik. Və nə deyəcəyik uşaqlar? Bura 40-dırsa, bura 20 dərəcədir. Yəni daxili bucaqdır deyə. Mərkəzi O1, O1, O2 olan çevrələr DS nöqtələrini kəsir. Deməli, AB deyir, O1, O2 paraleldir. AB 18 olarsa, çevrənin mərkəzi arasından məsafəni tapın. Burada nəyə fikir verəcək uşaqlar? İndi uşaqlar, baxın, bunu işləyəndə buradan belə bir xətt çəkərəm. Üzr istəyirəm, belə yox. Düz bir xətt çəkərəm, perpendikulyar bir xətt çəkərəm. Və buradan da eynisini çəkərəm və bunu adlandıram. Bura deyim K deyim, burada deyim M. İndi uşaqlar, baxın, bura bərabər orada. Çünki bu bütöv uzatsam bu xətti, bu radius sayılacaq. Və radiusda perpendikulyar düşən zaman vətəri yarı bölür. Yəni, bura məsələn A-dırsa, burada A-dır. Eyni şəkildə uşaqlar, buradan belə böləndə bura B-dirsə, bura B-dir. O zaman aşağıda nə olacaq? A plus B. İndi bizə nəyi verib? 2A-nın 2B-nin cəmini verib ki, 18. O zaman A-nın B-nin cəmi neçə olacaq? 9. Və salam, çünki burada perpendikulyarlıqlar 90 dərəcə yaradır, düzbucaqlı yaranır. Deməli, O1 məsafəsi də 9 olur. Diaqonalları 18, 12, 14 bucaqın tərəflərinin orta nöqtənin ardıcıl birləşməsindən alınan dördbucaqlının perimetri diaqonallarının cəminin yarısına bərabərdir. Bu bir qaydadır uşaqlar. Bunun da cəminin yarısı eləyəcək neçə? 18 ilə 12-ni cəmləyirik 30. Diaqonallar 18 və 12 olan dördbucaqın tərəflərinin orta nöqtələrini ardıcıl birləşməsindən alınan dördbucaqın perimetri. Perimetrini istəyir. Perimetrini istəyirsə elə bərabərdir diaqonalların cəmini uşaq. Keçirik 12-ci sual uşaqlar. Deyir ki, bizə ABCD rombdur. Deməli, 4 tərəfi bərabərdir. Bütün tərəf 17-dir. Sonra YB deyir 4-dür. 4-dürsə, bura neçə qalır? 13 qalır. Sonra uşaqlar, başqa nədir? Bu xətt bu xəttə bərabərdir deyir. Yəni, bura x-dırsa, burada x-dır. Burada ondan nə olacaq? 17 çıx x. Burada görürük düzbucaqlı üçbucaq yaranıb AYF. Pifaqor teoremi quraram. Deyirəm, x-in kvadratı üstə gəl. 17 minus x-in kvadratı bərabərdir 13-in kvadratı. Bu deyilir x kvadratı üstə gəl. 17-in kvadratı 289 çıxılsın. Neçə? 34x üstə gəl x kvadratı bərabərdir 13-in kvadratına. Yəni 169-a. Bir tərəfə keçirərəm 2x kvadratı çıx 34x çıx üstə gəl 289-dan 169-u çıxacam. 0, 8-dən 6 çıxanda 2, 2-dən 1 çıxanda 1, 120. Hər tərəfi 2-yə bölürəm. X kvadratı çıx 17x üstə gəlsin 60 bərabərdir 0-a. O nədir ki? Cəmi 17 eləyib, hasilə 60 eləyib. Neçə ilə neçə olar? 12 ilə 5 olar. Bəli. Deməli, bizim tərəfimiz bir tərəf, yəni 12-dir, bir də 5-dir. İkisini də qoyub yoxlaya bilərik. 17 çıxılsın 12 eləyəcək uşaqlar 5. Deməli, bura 5-dir. Bir də 17 çıxılsın 5 eləyəcək 12. Yəni, bir tərəf 17-dir. Ya 17 qoyun, ya 5 qoyun, fərq eləməz. Bizdən nə istəyir? F-dığını istəyir. Baxıram ki, bura böyük tərəfdir. Mən bura 12 qoysam, bura 5 qalacaq. Deməli, bura 5 olmalıdır ki, bura 12 olsun. Cavab olacaq D variantı. ABCD bərabəryanlı trapesiyadır. Və uşaqlar AH 3-dür. BC 8-dir. O zaman, baxın, belə bir xətt çəksəm. Burada 8-dir, burada 3-dür. Bizdən AD-ni istəyir. Toplayacaq o zaman, eləyəcək neçə? 14. Mərkəzi O nöqtəsindən 10 çevrəyə BC toxunanla radius arasındakı bucaq 90-dır. Bunu əzbər beyninizə yazın uşaqlar. İndi CD 4-dür, bura 5-dir. Daha sonra uşaqlar, baxın, bu toxunandır. Toxunanın kvadratı nəyə bərabər idi? Kəsən 4 vurulsun bütöv hissə. X kvadratı bərabərdir 36, x də bərabərdir 6. İndi burada 6. Diametr istəyir, yəni buranı istəyir. Pifaqor teoremini quraram. Bura bütöv neçədir? 9. 9-un kvadratından çıxıram 6-ın kvadratını.
Bu da eləyəcək neçə uşaqlar? 5, 7-dən 3, 45. 45 də nə deməkdir? 3 kökdə 5 deməkdir. Keçirik 15-ci suala. Mərkəzlidir yenə, daxilə çəkilmişdir. Unutmayın uşaqlar, əgər vətərə söykənən daxili qövs varsa, həmən daxili bucaq varsa, oku bucaq 90-dır. AB 8-dir deyir. Digər iki tərəfin uzunluqları fərqi 4-dür. Məsələn, bura x-dırsa, bura x plus 4-dür. Çünki biri bir digərindən 4 vahid çoxdur da ki, çıxanda 4 qalır. Çevrənin uzunluğunu tapın. Pifaqor teoremi quraram yenə. 8-in kvadratı üstəgəl x-in kvadratı bərabərdir x plus 4-ün kvadratına. Bu deyilir 64 üstəgəl x kvadratı bərabərdir. X kvadratı üstəgəl 8x üstəgəl 16-ya. Buradan x kvadratlar gedir. 8x bərabər olur. 64-dən 16 çıxacam 48-ə. X də bərabər olacaq 6-ya. Deməli, digər BC tərəfi 6-dır. AC də 10 olacaq o zaman. Çevrənin uzunluğunu istəyir. Yəni 2 pi r və yaxud da pi d-ni istəyir. Yəni pi vurulsun 10. 10 pi. Bizə nə deyir? ABC-də düz bucaq diaqonallarında K nöqtəsində kəsişir. Kəsişmə zamanı yarı bölünür uşaqlar. KC 10-dursa burada 10-dur, burada 10-dur, burada 10-dur. Və deyir ki, A-dan D-yə ki məsafə 16-dır. K-dan C-yə ki məsafə 10-dur. C-dən deyək ki, məsafəni tapın. Buranı tapaq. Uşaqlar, baxın. Əgər bura 10-dursa, bura 10-dursa, 10 nə verir mənə? 20. Bura 20-dir, bura 16-dır. Pifaqor teoremindən 20-nin kvadratından çıxacam. 16-nın kvadratının bərabərdir x kvadratına. Mən də bu tip suallarda 20, 16, belə deyirəm, 5, 4, 3. 5-i nəyə vursam 20 eləyər? 4-ə. 4-ü nəyə vursam? 4-ə vuranda 16 eləyir. Deməli, 3-ü də 4-ə vuracam. Digər tərəf 12 olacaq. Ya da belə yuxarıdakı kimi çıxın yazın. Kvadratda deyir, tərəfi 20-dir. Yəni, bura 20-dir, bura 20-dir, bura 20-dir. B-yə 5-dir, bura 10-da 15-dir. Y-dəyini tapın. Baxın, indi uşaqlar, 3-ü 5-ə vurublar, 15 eləyib. 4-ü 5-ə vurublar, 20 eləyib. Deməli, buranı da tapmaq üçün 5-i 5-ə vuracaq. Ya da Pifaqor teoremi 15-in kvadratı üstəgəl 20-in kvadratı bərabərdir Y-dəyinin kvadratına. Yəni, 2 yolda seçə bilərsiniz. Mən birbaşa yazmağı daha çox tərcih edirəm. Bizə nə deyir? Y-sini, A-sini tapın deyir. Buranı x adlandırsam uşaqlar. Nə deyir? 3 vurulsun bütöv hissə. Yəni, 15 bütöv hissə haradır? Uzunluq bərabərdir. 5 vurulsun bütöv hissə. Bütöv hissə nədir? 5 plus x. Bərabərdir. Bu 5-lər ixtisar getdi. 9 bərabərdir 5 üstəgəl x-ə. X də bərabərdir 4-ə. Bizdən A-sini istəyir. Yəni 5 üstəgəl 4, 9 istəyir. Keçirik indi uşaqlar 19-cu suala. Paralelogramda deyir və tənböləndir bu bucaqlar. O zaman uşaqlar baxın. A bucağı ilə D bucağının cəmi 180-dir. Deməli, o zaman bura alfa, bura beta olsa, bura alfa, bura beta tənböləndir axı. Deməli, burada 90 olacaq. Çünki 2 alfa ilə 2 betanın cəmi 180-dirsə, o zaman alfa ilə betanın cəmi nədir? 90 düşür. Bizdən də zaten bu bucaq istəyirdi 90. Keçirik bura. Bura 70-dir uşaqlar. Bu qövs neçə olacaq? 140. Daha sonra davam edirəm. Baxaq görək nə deyir bizə, nə istəyir. İndi bura 140-dırsa, digər tərəfə, bu tərəfə nə qaldı? 220. Çünki cəmi 360 verməlidir. Məndən əgər B bucağını istəyirsə, daxili bucaq nəyə bərabərdir uşaqlar? Deməli, belə çəkirəm, bunu toxunandı da. Bura alfa, bura beta, bura x olsa, x-i tapmaq üçün alfa ilə betanı çıxıb yarıya bölərik. Deməli, mən neyəcəm? 220-dən çıxacam 140-ı, böləcəm 2-yə. Bunu da çıxanda qalır 80, 80 də yarısı eləyir 40. Bu bir qayda. İkinci, baxın bu AC qövsü var. AC qövsü 140 daxı. Bax, bu AC qövsü ilə B bucağın cəmi 180 verməlidir. Bu da bir qaydadır. Bax, çəkirəm. Baxın, bura x-dır, bura y-dırsa, x-la y-ın cəmi 180 olmalıdır. Bu da bir qayda idi. Daxilində çevrə çəkilmişdir, deyir. ABC-də 4 bucaqlısında. Uşaqlar, qayda var. Əgər daxilə çevrə çəkilibsə, o zaman qarşı tərəfin cəmi bərabər olmalıdır. Və ABCD-dirsə, AB 8-dir, BC 6-dır, CD 10-dur, buranı istəyir. D-cim 8 üstəgəl 10 bərabərdir 6 üstəgəl x-a. X də buradan bərabər olacaq uşaqlar neçəyə? 12-yə.
Sonra üçbucağın xərcinin mərkəzi O nöqtəsində 10 çevrə çəkilmişdir. BAS 70'dir. Sonra aha, davam eləsək. O BS'ni istəyir bizdən. Mərkəzi olan üçbucağın xaricinə mərkəzi O nöqtəsində 10 çevrə çəkilmişdir. Baxın uşaqlar, mən buradan belə bir xətti uzatsam. Buraya 70-dirsə, mərkəzi bucaq neçə olur? 140 olur. Bura radiusdur. Deməli, bu bucaqlar da bərabərdir. Yəni 140 üstəgəl 2 alfa bərabər olmalıdır 183 bucaqda axı BOS 140-dır bura. Buradan 2 alfa bərabər olur 40-a, alfa da bərabər olacaq o zaman 20-yə. Bizdən 20-ni istəyirdi. Keçirək 23-cü suala. ABCD dördbucaqlısında tərəfi 4 olan düzgün altıbucaqlıdır deyir. Düzgün altıbucaqlıdırsa deməli bunlar da 4-dür. Sonra davam edirik. Mənə deyir ki, ABCD düzbucaqlısının perimetrini tap. Deməli tərəf tapmalıyım. Yəni bura x olsa baxaq necə taparıq. İndi uşaqlar böyük diagonal ümumiyyətlə altıbucaqlıda böyük diagonal nəyə bərabərdir? Böyük diagonal şeyə bərabərdir, tərəfin 2 mislinə, yəni 8-ə. Bir də bizə lazımdır kiçik diagonal. Kiçik diagonal bəs nəyə bərabərdir? Düzgün altıbucaqlığın daxil bucağı 120-dir deyə kiçik diagonalda tərəfin kökdə 3-ə vurulmuş haldır, yəni 4 kökdə 3-dür. Deməli bir tərəfim o zaman olur 4 kökdə 3, digər tərəfim isə olur 8. Bizdən də nə istəyir uşaqlar? Perimetr istəyir. Yəni nə? 4 kökdə 3 üstəgəl 8-in 2 mislini istəyir. Bu da eləyir 8 kökdə 3 üstəgəl 16. Burada saxlayırıq. Başqa yəni irəli gedə bilmirik. Çünki biri rasionaldır, digəri isə irrasionaldır. Ona görə də bir yerə getmək olmur. Keçirik indi növbətinci uşaqlar suala. 24-cü sualda bizə nə deyir? Deməli bizə deyir ki, ABCD trapeziyanın oturacaqları 16 və 10-dur. Sonra M-in orta xəttir. Orta xətt isə deməli nə olur uşaqlar? Yarı bölünür deyildi. Oturacaqların cəminin yarısı. Yəni 16 ilə 10-un cəmi 26, 26-ın yarısı 13. 13-dən 9-u buradırsa 4-ü bura düşəcək. Sonra AB parçasının uzunluğunu istəyir. Davam edirəm. Bura alfadirsə, bura da alfadır. İndi uşaqlar daxili çarpazlığa görə iki paralel düz xətt, yəni BC ilə M-in kəsişən zaman 3-cü xəttlə, yəni BK ilə daxili çarpazlıq yaranır. Bura alfadirsə, bura alfadır. Deməli, bura 4-dür, bura 4-dür. Və bu parça, yəni orta xəttdə olduğu üçün trapeziyanın deməli tərəfi yarı böləcək. Bu tərəfimiz nə olacaq o zaman? 8 olacaq. Bizdən AB-nin uzunluğunu istəyirdi. ABCD paralelogramında AY D'yi tənbölənlərdir. Yəni bura alfadır, bura alfadır, bura betadır, bura betadır. Avtomatik deyirəm, bura 90-dır. Bura deyir 3-dür. Bura 8-dir. Bu paralelogramın perimetrini tapın. Bizdən bunu istəyir. Nələr eləyərik bir baxaq. Tərəfi paralelogramın digər tərəfini tapmaq lazımdır. Yəni bu uzunluğu tapmaq lazımdır. Və bu xətt F-yə AB-yə paralel olduğu üçün bu xətti belə uzatsam, o zaman nə yaranacaq? 3-ü buradadırsa 5-i burada olacaq. Davam edirəm. Və bu xəttimiz özü bu xəttə paraleldir deyə daxili çarpazlıq yaranır. Yəni bura alfadırsa bura alfa olur, bura betadırsa burada beta olur. Daha sonra uşaqlar nə deyirik? Bura alfadır, bura alfa olduğu üçün bura 5-dirsə burada 5 olur. Bura beta olduğu üçün bura 5-dirsə burada 5 olur. Deməli biz paralelogramımızın nəyini tapmış olduq? Uzunluğunu da enində. 8 üstəgəl 10 vur 2 perimetrini tapanda bu da eləyəcək 18 vur 2 36. Vəssalam. Əgər videonu bəyənirsiniz uşaqlar, abunə olmağı və sinif yoldaşlarınıza, dostlarınıza məsləhət görməyi unutmayın ki, daha çox uşaq faydalanı bilsin.